Ayşənin güzgüsü məndən alır. Güzgüyə fikir verməyin, amma libasın gözəlliyinə baxın. Mən bu qıza bu güzgünü dəyişdirə bilmədim. Nəysə, o başqa temadır. Hanı? Çox qəşəngdir. O vəbşi məndən alır. Amma libas çox gözəldir, öz aramızdır. Baxın. Ay, bitir də gözəl. Mən də qəşəng yaraşdı axı elə bir ki. Deyirəm Ayşə, ver mən giyinim də bunu. Ver mənə də, ver mənə. Satışdadır qızlar bu arada. 130 manatda qiymətidir. Yəni hazır paltardır. Məncə S, M-ə gedər. Mən məsəl üçün M giyinirəm hal-hazırda, mənə gedir. Yəni mənim kimi varsızsa kiloda, yəni sizə də gedəcək. Çox qəşəngdir. Bu da şeydədir. Bu da satışdadır. Bu da satışdadır. Bu da çox qəşəng libasdır. Mən elə girən kimi dedim nə gözəl, səliqəli, belə klassik tərzdə belə maraqlıdır. Bunun qiyməti neçədir Ayşə? O da bir dənəm qalıbdır. 130-a verir. 130-a, bu da 130-a. Qızlar gəlmişəm. İndi botoksimin korreksiyası olacaq. Sonra gedəcəm saçıma, yoldaşıma aparacağım. Əhlis onun seansının vaxtıdır. İndi isə botoksimizin korreksiyası qalır. Botoksin korreksiyasını edəcəyik. Qızlar, deməli, soruşursunuz ki, yenidən, yəqin baxmayanlar, izləməyənlər bilmir. Dodaq dolusu elədik. Bilməm, hardan tutur, ışığın altına tutur. Efiksiz çəkirəm ki, baxasız. Dodaq dolusu eləmişik. Çənə eləmişik. Baxın, dükkədir, sallanmayan çənə. Və hamısına yox, bir damcı nəsə qıraqlara vurmuşdu Gülnar xanım, botoks eləmişdi. İndi də o botoksumuzun korreksiyası olacaq və bilmirəm, sizə düşünməyəcəyik. Çünki Gülnar xanım 14 maydan artıq burada olmayacaq, gedəcək Moskvaya, orada olacaq. Görək başımıza nə gəlir. İndi isə gəldik Empire by Aesthetic Lab'a. Bu günləri mənim üçün yox, yoldaşım üçün gəlmişik. Onun saçına iğnə vurulacaq. Yəni bugün seans günüdür. Mən artıq çox gəldiyim üçün, artıq aşırı etdiyim üçün məndə seanslarım biraz başlayıb artıq axsama. Ayda 2 dəfə gələcəm. Özüm üçün, öz saçlarım üçün. Görürsünüz, nə gözəl saçlarım var. Maşallah, Aesthetic Lab sayəsində. Və indi istəyirik ki, yoldaşımda da belə olsun. Çünki orta təbəqədə belə seyrəklik var. Onu inşallah bərpa edəcəyik burada, bu mərkəzdə. Təbii ki, Aesthetic Lab'da. Bir də qızlar, nədirsə son zamanlar effekt sevinirəm. Bilmirəm, niyə belə olur. Effektsiz çəkirəm özümü. Yəni, görürsək, hiss edirsiniz. Nəsə, effekt elə bil ki, adamı əvvələr elə düşünmürdüm. Yəni, daha da xoşuma gəlir effektlə. İndi effektini çəkəndə özümü çox belə qabarıq, öbəcər, belə üzümdə maska varmış kimi hiss edirəm. Ona görə də son zamanlar ancaq effektsiz. Dayı, nədir bu? İndi evimizə balkona, daha doğrusu asılqan demişəm, gözləyirəm, onu gətirsinlər. Burada paltar asmaq üçün. Ondan elətdirib, başqa işim var. Saçıma gedəcəm. Botoksumun bu günləri korreksiyasıdır. Oraya gedəcəm. Bayağı işlər var. Görüm, vaxtım qalsa. Magazinə gedəcəm. Pişiyimi aparmalıyam həkimə. Yəni, belə. Çox işlər var. Hava mis kimidir. Çox qəşəngdir. Belə olanda qumunun da bu havası gözəl olur, qəşəng olur. Çünki mən havadan, gündən enerji alıram. Çox qəşəng özümü hiss edirəm. Burada güllərim var edəsində, onlar soldu. İndi düşünürəm ki, balkona süni güllər alım, nəsə bir şeylər eləyim. Əslində balkonun eni yoxdur, uzunu çoxdur, eni azdır. Ona görə burada çox elə istədiyim kimi nəsə yarada bilmirəm. Uzunluq çoxdur. Hardan deysən oradadır. Burada da Evere'dən aldığım manqalım, samovarım. Oca dedim, havalar istilənir. Kabab çəkmək öz balkonumuzda və samovar çayı içmək burada daha ləzzətli olur və gülləri indi gərək sünü güllər dedim alın, sifariş edin, gətirsinlər. Biraz belə buralar bəzin. Sabahda Zümrüt xanımın verilişindəyəm. İnşallah ki, gözəl efir olacaq yenə də. Əslində bir neçə gündür ki, efirlərə çağırılıram, amma halım yoxdur, getmirəm.
bir neçəsinə getməmişəm. Çünki bəzən bilmirəm bu havadandır nədir, mən tənbəllik çox basır. Düşünürəm ki, ümumiyyətlə salona getmək istəmirəm, amma görüm sabah verilişə salona gedeyim, yoxsa özüm kimi belə gedeyim, bilmirəm. Çox tənbəllik basıb, çox. Salonda oturanda elə bilirəm ki, canım alırlar, o makyaj, saat. Necə sevmirəm. Deyək, necə olacaq? Heç paltar da bilmirəm, nə giyinəcəm. Heç nə planlamamışam, heç nə almamışam. Belə. Herkesi hoş gördük. Görürsünüz eyvanımdayım. Artıq qarşımda belə bir gözəl, keyfiyyətli asılqan dayanıb. Çünki yeni quraşdırdıq. Asılqan nömrə 1. Artıq 14 ildir ki fəaliyyət göstərir və keyfiyyətinə söz ola bilməz. Görürsünüz əlimdə zəmanət kartışkası belə var. Bu da o deməkdir ki, əgər bir ildə sizin nəsə narazıçılığınız olsa, bax, bildirəcəksiniz, amma olmayacaq. Çünki bu asılqan nömrə 1 keyfiyyətidir ki, biz də artıq gətirdik, 2 ədəd quraşdırdıq. Bax, belə yığılır çox rahatlıqla və açılır dəyərli xanımlarımız. Artıq bir dənə də dəsmal asmışam ki, siz də görəsiniz ki, bu necə olur. Və mənim də artıq canım qutardı. Sağ olsun asılqan nömrə 1. Bax, bu iplərdən dəyərli xanımlarımız. Artıq dəbdə də deyil, təpədən tullayacam. Bax, belə. Canınız tutardı. Siz də əgər sifariş etmək istəyirsinizsə, o zaman nə edəcəksiniz? Baxın, bu nömrələrlə əlaqə saxlayacaqsınız. Axır bir çıxadı yeməkdən. Başı. Pəricim, canım, sənə təşəkkür etmək istəyirəm kipriklərimə görə. Çox qəşəngdirlər, çox. Yəni daramasam da o qədər səliqəli qalırlar, o qədər rahatdılar. Yəni bax, indi bir damcı qara qura çəkdim. Heç o da, yəni ki, maneçiyi törətmədi, çox qəşəng. Təşəkkür edirəm sənə və gözümü əsas tutdu ki, kiprik çox da salmayıb, yəni onu daha çox sevinirəm. Çünki haçan kiprik eləmişdim, gözlərim hər zaman biraz o problem mənə həmişə yorur, sallanırdı. Ancaq Pəri xanım, yəni çox gözəl, gözə uyğun, yəni kipriklər etdiyi üçün mən də kipriyim görürsünüz, nə qəşəng olur. Çox sağ ol, gözəlim. Əslində mən daramıram, belə edirəm kipriklərimi. Parmağımla darayıram.